Bismillahirrahmanirrahim. Bugün Hicrətdə baş vermiş çox fəzilətli günlərdən biridir ki, bir neçə hadisə baş vermişdi. Biri budur ki, Hicrətin 9-cu ilində 24 Zilhiccədə Əhl-i Beytin haqqında çox gözəl bir ayə nazil olmuşdur. Bu ayəyə Quranda mübahilə ayəsi deyirlər. Əlbəttə bu haqda biz əvvəlki mövzularda da təfsir, moizələrdə də qeyd eləmişik. Fəqət yada salırıq bir daha bəzi nöqtələri diqqətinizə çatdırırıq. Nəzran xristiyanlarından Həzrət Peyğəmbər İslamın yanına gəlirlər və özlərinin düzgün yolda olduqlarını istəyirlər ki, bəyan eləsinlər. Amma Həzrət Peyğəmbər əleyhissalamdan olan mübahisədən sonra Həzrət Peyğəmbər əleyhissalama ayə nazil olur ki, ey mənim rəsulum, fəmən həccəkə fihi min bə'di mə cəəkə minəl əlim, həqiqət İsa əleyhissalam haqqında sənə bəyan olandan sonra onlara deginən, fəqul təələv, deginən, nəd'u əbnâənə və əbnâkum. Siz öz evlatlarınızı çağırın, biz də öz evlatlarımızı çağıraq. Və nisâənə və nisâəkum və ənfusənə və ənfusakum. Siz öz xanımlarınızı çağırın, biz də öz xanımlarımızı çağıraq. Siz ənfusənə və ənfusakum. Siz özünüzü çağırın, öz nəfslərinizi çağırın. Biz də özümüzü çağıraq, öz nəfslərimizi çağıraq. Thumma nəbtəhil və nəzə'lə lənətullah aləl-kədibin. Və sonra da yalançılara Allahın lənətin Allahdan istəyək nazil eləsin. Geniş bunun təfsiri var. Burada məsələ budur ki, Allah istəyir ki, həm müşriklərə başa salsın, həm İslam aləminə başa salsın ki, Allah yanında Peyğəmbər əleyhissalamdan sonra onun əhl-i beyti ən fəzilətli, ən şərəfli, ən yüksək məqama sahibdir. Baxın, burada diqqət olunması məsələ, Həzrət Peyğəmbər əleyhissalama Allah buyurur ki, öz evlatları bu, yəni kimi Həsən və Hüseyn əleyhissalamı götür onlarla mübahiləyə aparıcına. Ayənin düzülüşündə, kəlamların da düzülüşündə diqqət eləsə, birinci evlatlardan söhbət gedir. Həzrət Peyğəmbər əleyhissalam öz əməli ilə bəyan edir ki, mənim evlatlarım Həsən və Hüseyndir. Və Nisa-ana və Nisa-əkumda da görürsən ki, öz xanımlarımı deyəndə, Həzrət Peyğəmbər əleyhissalam o dövrdə bir neçə xanımı vardı, onları heç birini gətirmir o mübahiləyə. Fəqət xanım Zəhranı gətirib gəlir. Baxırsan ki, Həzrət Peyğəmbər əleyhissalam qucağında İmam Hüseyn əleyhissalam və bir əlində də yapışıb İmam Həsən əleyhissalamı gəlir. Arxasında da ayənin düzülüşü kimi xanım deyəndə xanım Zəhra gətirir. Xanım Zəhra gəlir. Və sonra nə buyurur Quran? Buyurur ki, ənfusan. Siz özünüzü çağırın, özünüzlə gəlin, mən də özümü çağırım, özümlə gəlin. Bu yəni nə? Nəfis burada mənası Mövla-i Müttəqiyandır, əleyhissalam. Çünki Zəhra əleyhissalamdan sonra Peyğəmbər kimisi götürüb gəlir? Əleyhissalamı götürür. Yəni, nəfs burada, yəni özümüz deyəndə, bu ayə Quranda yeganə bir ayədir ki, fəqət bu ayəni Peyğəmbər əleyhissalam əmələ aşıranda Mövla-i Müttəqiyanı götürüb gəlir. Yəni, dünyaya bəyan edir ki, dünya, baxın, mənim özümün mislim eyni Əlinin misli. Yəni, mənim canım Əlinin canı. Mənim özüm, yəni Əli. Mənim nəfsim, yəni Əlinin nəfsi. Allah buyurdu Peyğəmbər də bunu aşkar bizlərə göstərdi. Yəni, bundan fəzilətli, bundan əfzəl, bundan əzəmətli Quranda bir ayə yoxdur ki,
Məgər Əhl-i Beyt haqqında nazil olub və Allah bunu bizlərə bəyan eləyir. Odur ki, bu ayəni biz diqqət eləsək, baxırıq ki, bundan sonra ikinci bir ayə nazil olub. Nədir o ayə? Bu mübahilədən sonra Peyğəmbər əleyhissalam gəlir Ümmü Sələmə xanımın evinə və ali əba deyərlər, kisa əhli, əba əhli. Həzrət Peyğəmbər əleyhissalam orada əbasının altına Mövla-i Müttəqin əleyhissalamı, İmam Həsən, İmam Hüseyin əleyhissalamı həmin əbanın altına salır və dua edir ki, ilahi bunlar mənim əhl-i beytimdir, bunlardan bütün ricsi, çirkinliyi, günahı ya da hamısını apar. Və Quranda yaxşı bildiyimiz Təthir ayəsi bu zaman nazil olur. Nədir? Əhzab surəsinin 33-cü ayəsində ki, İnnəmə yuridullah liyuthibə ankumə ritsə əhlə beyti və yutahhirəkum təthira. Mənim Rasulum, həqiqətən biz iradə eləmişik ki, əhl-i beytindən sənin bütün çirkinlik və bütün eyibləri, bütün günahları uzaq eləyək və onları pakizə, məsum qərar verək. Yəni Allahın bu iradə-i təkvinidir. Yəni əzəldən ilahinin iradəsi bu olub ki, Peyğəmbər və onun əhl-i beyti məsum olsunlar, pak olsunlar. Odur ki, bu iki ayə bir vaxtda nazil olubdur. Həm mübahilə ayəsi və həmin hadisədən sonra Peyğəmbər əleyhissalam Ümmü Sələmin xanımın evinə gəlir və orada Təthir ayəsi nazil olur. Bunlar bir dəlildir ki, Peyğəmbər əleyhissalamdan sonra Allah yanında, bəşər tarixində, dünya yaradan bəri indiyə qədər əhl-i beytdən nə fəzilətli, nə şərəfli kimsə olmayıbdır. Və Əl-Kəşşaf Əhl-i Sünnə əziz qardaşlarımızın kitabıdır ki, Zəməxşəri, Xarəzmi bu təfsir yazıbdır. 4-cü və 5-ci Hicridə, yəni təxminən 1000 il bundan əvvəl dünyasını dəyişib və yaşayıbdır. Onun birinci cildinin 397-ci səhifəsində Zəməxşəri qeyd edir ki, Ali Əbanın fəzilətinə dəlalət edəcək bundan böyük dəlil ola bilməz. Yəni bu ayədən böyük dəlil ola bilməz. Çünki Peyğəmbər əleyhissalam neynədi? Bu ayə nazil olandan sonra İmam Həsən, İmam Hüseyni, Fatimə Zəhranı və Əlini götürüb gəldi və bu aşkar bir dəlildir ki, bu əhl-i beytdən fəzilətli şəxs ola bilməz. Odur ki, Qur'anın da buyurduğu kimi bugünkü gün əhl-i beyt aşıqlarının, imamət əhlinin sevinç günüdür. Bu münasibətlə mən bütün imamət əhlini, əhl-i beyt aşıqlarını, vilayət əhlini təbrik edirəm və mübarək olsun deyərək dua eləyirəm ki, ilahi, bizləri dünyada əhl-i beytin yolunda sabit qədəm elə, onun vilayətində bizləri möhkəm elə, dünyada onların ziyarətindən və axirətdə şəfaətindən bizləri binəsib eləməklə və tezliklə əhl-i beytin Peyğəmbər buyurduğu kimi İmam-ı zamanının zuhurunu tezləşdir və dünyada bu məktəbin, bu imamın, bu vilayətin, bu dinin rəhbər və ağa olmasını və hakimiyyətini müstəhkəm qərar verginə. Salam olsun Həzrət Peyğəmbər əleyhissalama, onun pakizə əhl-i beytinə və onun yolunu gedənlərə.